Zaqatalada 37 yaşlı kişinin meyidi tapılıb. Bugün TV APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün 20:00 radələrində rayonun Aşağı Tala kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyidi yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğludur. Hüsniyyə Salmanova, Bugün TV.